Sinema Radyo. Əziz dinləyicilər, Sinema Radionun Dost Sinema rubrikası ilə yayımımıza davam etdiririk. Qonağımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin şöbə müdiri Səbinə xanım Bağırovadır. Səbinə xanım, xoş gəldiniz. Xoş gördük Yaqut xanım, çox sağ olun dəvətiniz üçün. Səbinə xanımla biz bu studiyada bir neçə dəfə görüşmüşük. Bax, bu bir il ərzində Səbinə xanım, rebate sistemi çox maraqlıdır. Rebate sisteminin qüvvəyə minməsindən sonra hansı dəyişikliklər baş verib? Öncə ondan başlayaq. Rebate sisteminin qüvvəyə mindikdən sonra biz xarici istehsalçılar tərəfindən çox böyük bir maraqla rastlaşmağa başladıq. Sırf xarici festivallarda iştirak etdiyimizdə, marketlərdə iştirak etdiyimizdə və müəyyən bir sayda müraciətlər əldə etməyə başladıq. Ümumiyyətlə rebate sistemi nədir və bu nəyə görə xaricilər tərəfindən maraq yaradır? Ötən ilin iyul ayında Nazirlər Kabinetinin 196 nömrəli qərarı ilə filmlərin istehsalı zamanı çəkilmiş xərclərin geri ödəmə mexanizminin qaydaları təsdiqləndi. Bu isə o deməkdir ki, xarici istehsalçılar Azərbaycan ərazisində çəkiliş etdikləri zaman burada xərclədikləri vəsaitin 40%-ə qədərini Azərbaycan tərəfi onlara geri qaytarır. Bu isə prodüserlər üçün, bu bütün dünyada belədir, bunlar üçün çox önəmli bir məyardır. Çünki onlar büdcəyə qənaət edərək keyfiyyəti qoruyub saxlayırlar və bu mexanizm sayəsində daha çox layihələr Azərbaycana cəlb olunmağa başladı. Bu bir il ərzində Azərbaycan ərazisində Yaponiya istehsalı olan Vivant bədii serialının çəkilişləri həyata keçirildi. 11 seriyası Azərbaycan ərazisində çəkildi, Bakıda və regionlarda və bunun nəticəsində Asiya ölkələrindən təkcə film sahəsindən yox, turizm sahəsindən də çox böyük bir artım və maraq görməyə başladıq ki, turistlərin sayı artmağa başladı Yaponiyadan. Və bu isə çox böyük bir rol oynayır sırf ölkənin turizm sahəsində, mədəniyyət sahəsində. Varmı elə bir ehtimal ki, çəkiliş qrupu ölkəyə gəlsin və nədənsə küsüb getsin və bunun olmaması üçün nə etmək lazımdır? Bunun olmaması üçün bütün ölkələrdə film komissiya deyə bir struktur fəaliyyət göstərir. Bu struktur sırf xarici çəkilişlərə məsuliyyət daşıyır. Azərbaycanda isə Azərbaycan Film Komissiyası fəaliyyət göstərir. Bu Nazirliyin və Kino Agentliyinin tabeliyində fəaliyyət göstərən bir struktur bölmədir və bu struktur bölmənin sizin də vurğuladığınız kimi əsas məsuliyyəti ondan ibarətdir ki, o elə etməlidir ki, xarici istehsalçı bir ölkəyə maraq göstərsin və ölkəyə gəldikdən sonra, maraq göstərdikdən sonra o küsüb getməsin. Yəni bu şirkət, istehsalçı Azərbaycana gəldikdə keyfiyyətli xidmət ona göstərilməlidir. Düzgün onun layihəsinə uyğun olaraq məkanlar ona təklif olunmalıdır və o görməlidir ki, həqiqətən bu ölkə çəkiliş üçün yararlıdır. Səbinə xanım, Azərbaycan xarici film istehsalçıları üçün hansı ümumiyyətlə imkanları təqdim edir? Daha əvvəl qeyd etdiyimiz geri ödəmə, cash rebate-dən əlavə olaraq Azərbaycan nəyə görə xarici istehsalçılar üçün çox sərfəlidir və maraqlıdır? Çünki Azərbaycan ərazisində bizim çox zəngin coğrafiyamız var. Xarici istehsalçı Azərbaycana gəldikdə o həm yay səhnələrini çəkə bilir. 2 saatdan sonra Şaxdağa və digər bizim dağ regionlarımıza səfər edərək orada qarlı səhnələrini də həyata keçirə bilir. Normalda xarici istehsalçılar bunun üçün ölkə dəyişdirirlər. Yəni bir ölkədə onlar çəkirlər dəniz səhnələrini, yay səhnələrini, digər ölkəyə səfər edib isə qış, payız səhnələrini həyata keçirirlər. Bu baxımdan, coğrafik baxımdan ölkəmiz çox əlverişlidir. Bundan əlavə olaraq
olaraq dövlət tərəfindən tam dəstək göstərilir. Bu istər viza olsun, istər çəkiliş icazələri olsun. Bir sıra dövlət qurumları ilə biz bu istiqamətdə əməkdaşlıq edirik. Çünki çəkilişlərin həyata keçirilməsi üçün ilk aldığımız suallardan biri o olur ki, bəs çəkiliş icazələri sizdə tezmi təmin olunur, nə qədər müddətə təmin olunur və nə yaxşı ki, bizim ölkədə bütün dövlət qurumları, bütün strukturlar bu təkcə dövlət qurumlarına aid deyil. Onlar çox operativ şəkildə reaksiya verirlər və nəticədə xarici istehsalçı ölkəyə gəlir və çəkilişlərini rahat şəkildə edir və başa düşür ki, o burada tam diqqətdədir. Yəni diqqətdən kənar deyil. Əsas məsələyə gəldi, çatdıq deyəsən. Bir xəbər yayılıb. Bütün kino cəmiyyətinə savayı elə ətrafımızda olan bütün insanlar da bundan danışır. Bir çoxları da sevimlisi Jackie Chan Azərbaycana gəlir. Necə gəlir və niyə gəlir? Biz hər birimiz çox həyəcanlıyıq bunun üçün. Aylardır üzərində işlədiyimiz bir layihədir. Jackie Chan'ın Tanrının Zirəhi 4 filmi, bədii tam metrajlı filminin bir hissəsi Azərbaycanda çəkiləcək. Bu filmin müraciəti artıq aylar öncəsindən bizə daxil olmuşdu. Sadəcə ictimaiyyətə açıqlaya bilmirdik. Aylardır onlar gəlirlər, gedirlər, məkanları seçirlər. Və bəli, onlar heyətlə yaxın zamanda avqust ayının əvvəlində Azərbaycana səfər edəcəklər və burada bir sıra Azərbaycanın, Bakının bir sıra məşhur yerlərində çəkilişlərini həyata keçirəcəklər. Əgər soruşmaq olarsa, çəkilişlər hansı müddətdə davam edəcək? Nə qədər müddət olar bunlar burada olacaqlar? Ümumiyyətlə layihəyə 100-dən çox xarici mütəxəssis cəlb olunub onlar tərəfindən və 150-yə yaxın xarici mütəxəssis ölkəyə səfər edəcək bu müddətdə. Bura həm onların aktyorları, həm istehsalat prosesinə aid olan kadrları səfər edəcəklər və yerli peşəkarlar da layihədə iştirak edəcəklər. Onların da sayı kifayət qədər çoxdur və bu bizim üçün də çox sevindirici haldır ki, sırf yerli peşəkarlar, yerli kadrlar da inkişaf edəcək. Onların çəkiliş müddəti Azərbaycanda təxmini 15 gün olacaq və 15 gün ərzində biz Bakıda Jackie Chan'ı və onun heyətini qonaq edəcəyik. Bildiyim qədərilə bu avqust ayında baş verəcək, düzdürmü? Bəli. Bir qədər bundan əvvəl elə bu buraxılışımızda Kino Agentliyinə istinadən elan səsləndirdik. Könüllülər axtarılır. Elə Tanrının Zirəhi üçün Sinema Radio platformasından da müraciət edə bilərlər. Bizim dinləyicilərimiz başqa necə biz müraciət edək dinləyicilərimizə ki, onlar da qoşulsun. Ümumiyyətlə layihəyə könüllülərin cəlb edilməsinin qərarını buna görə verdik ki, bu layihədə az əvvəl də qeyd etdiyim kimi kifayət qədər xarici peşəkarlar iştirak edəcək və yerli peşəkarlar da həmçinin. Və bu cür layihələrdə hər zaman yeni kadrlar yetişməyə başlayır. Çünki təcrübə mübadiləsi baş verir. Çox böyük, geniş miqyaslı Hollywood səviyyəsində bir layihədir və biz qərara gəldik ki, bu layihəyə əlavə olaraq könüllü qismində iştirak etmək istəyən şəxsləri də cəlb edək ki, onlar da bu təcrübədən yararlana bilsinlər. Müraciət edə bilərlər. Onlar sizin vasitənizlə qeyd etdiyiniz kimi həmçinin Arkanın rəsmi mail hesabına da öz CV-lərini göndərə bilərlər. Məsələn, könüllülər nə edəcəklər orada? Çəkiliş prosesinə mi kömək edəcəklər, yoxsa necə? Bəli, çəkiliş meydançasında olacaqlar birbaşa, xarici komanda ilə təmasda olacaqlar, yerli komanda ilə təmasda olacaqlar və çəkiliş meydançasında belə deyək, bizə dəstək göstərəcəklər. Ölkəmizin daha yaxşı, daha keyfiyyətli xidmət verməsi üçün köməklik göstərəcəklər və əlbəttə ki, təcrübə qazanacaqlar, çox böyük bir təcrübə. Jackie Chan'dan savayı varmı? Yəni, əgər sir deyilsə, ilin sonuna qədər başqa ölkələrdə, məsələn, bura təşrif buyuran komandalar olacaq, yoxsa? Bəli, hal-hazırda qeyd etdiyiniz bu layihə prioritet üzərində çalışdığımız layihədir, amma paralel olaraq bir neçə
sorğu almışıq. Bu da Hollywood layihələridir. Ümid edirəm ki, növbəti dəfə bura qonaq olanda artıq onları açıqlaya biləcəm, amma hal-hazırda bunu təəssüf ki, açıqlaya bilmirik. Amma o da Hollywood layihələridir. Və bu filmdə də əslində biz Jackie Chandan danışırıq daha çox, amma Jackie Chandan əlavə olaraq da məşhur Qazaxstanlı aktyorlar, Rusiyadan aktyorlar cəlb olunub iştirak edəcəklər. Hətta bizim yerli aktyorlarımız da layihədə iştirak edəcək. Hollywoodun artıq Azərbaycanda əslində təcrübəsi var. Bir çox Hollywood filmlərində Azərbaycanı görmək mümkündür. O cümlədən Agent 007-ni də əgər izləmisinizsə, orada da var. Güman edək ki, Jackie Chan bizdə çox gözəl yerləri lentə alacaq, onun komandası və məncə bu turizm sahəsinə çox böyük bir müsbət təsir göstərəcək. Bundan öncəki Tanrının Zirehi 1, 2 və 3 seriyaları onlar Mərakeşdə, Səudiyyə Ərəbistanda və Hong Kongda çəkilmişdi. Bundan sonra həmin çəkilişlərdən sonra turizm göstəriciləri kifayət qədər artmışdı həmin ölkələrdə. Ümumiyyətlə film auditoriyası birbaşa olaraq turizmin auditoriyasıdır. Yəni turistlərin daha çox cəlb olunmasına nəticə verəcək bu layihənin və bu isə ölkə rəhbərliyinin verdiyi, apardığı siyasətin birbaşa olaraq nümunəsidir ki, düz mexanizmlər, düz strategiyalar həyata keçirilir. Bax, Azərbaycanı düzgün formada, xarici platformalarda necə reklam etmək lazımdır ki, bax, o belə deyək, çəkiliş qruplarını cəlb edək? Bizim əsas fokusumuz, belə deyək, sırf bu xarici istehsalçılardır ki, film vasitəsilə, kino vasitəsilə biz Azərbaycana daha çox diqqət cəlb edək, xaricilər tərəfindən beynəlxalq səviyyədə ölkəmizi tanıdaq. Bu istiqamətdə bir neçə, belə deyək, bizim alətlərimiz var. Bu xarici festivallar və marketlərdir. Ötən il biz iştirak etmişik Berlin Film Festivalında, Cannes Film Festivalında iştirak etmişik və həmin festivalların nəzdində film marketləri var. Və film marketlərində bütün ölkələr öz xidmətlərini, çəkiliş məkanlarını təbliğ edirlər. Və bu bizim əsas alətlərimizdən biridir. Əlavə olaraq bu ilin Cannes Festivalında Screen Beynəlxalq jurnalının sırf Cannes festivalı üçün olan buraxılışında Azərbaycan və sırf bizim bu 40%-ə qədər olan geri ödəmə mexanizmimiz həmin jurnalın üz qabığında yer almışdı. Bu isə daha çox marağın göstərilməsinə gətirib çıxarmışdı xarici istehsalçılar tərəfindən. Bu kimi alətlərdən istifadə edirik. Səbinə xanım, biraz bizə festivallardan da danışın. Yeni layihələr və ilin sonuna qədər təqdim olunacaq hansı filmlər var? Elə çox uzağa getməyək, avqustun sonunda paralel olaraq demək olar ki, eyni anda Azərbaycanda 2 böyük beynəlxalq festival keçiriləcək. Bu Salam Gənclər Festivalıdır. Festival artıq bir neçə ildir fəaliyyət göstərir və sırf gənclərə fokuslaşıb. Əlavə olaraq ilk dəfə Azərbaycanda keçiriləcək, ilk dəfə Qarabağda keçiriləcək bir film festivalına start veririk. Bu Laçın Beynəlxalq Film Festivalıdır. Avqustun 24-dən 27-sinə təsadüf edir tarixləri və bunun üçün də hazırlıq prosesi gedir. Çox həyəcanlıyıq. Qarabağda keçirəcəyimiz ilk beynəlxalq film festivalı olacaq. Əlavə olaraq il sonuna qədər tam metrajlı filmlərin təqdimatı gözlənilir və ən yaxın zamanda artıq 2 avqust Milli Kino Günüdür. Bunun üçün də hazırlıq prosesi davam edir. Tam metrajlı film təqdim edəcəyik izləyicilərə. Ona görə də hər kəsi 2 avqust tarixində Nizami Kino Mərkəzində gözləyirik. Bundan əlavə il sonuna qədər bizim 10 tam metrajlı filmimiz bu il istehsal olunub və hal-hazırda da istehsalı davam edən bir neçə filmlərimiz var. Yaxın zamanda da onların nümayiş təqvimi təqdim olunacaq izləyicilərə. Səbinə xanım, müsabiqələr barədə də bizə məlumat verərdiniz.
Arka tərəfindən ildə bir neçə filmlərə, layihələrə dəstək müsabiqəsi həyata keçirilir. Hazırda filmlərə dövlət dəstəyi müsabiqəsi yekunlaşıb və müraciətlərin dəyərləndirilməsi prosesi davam edir. Paralel olaraqsa müraciətlərin qəbulu ilk dəfə olaraq elan etdiyimiz birgə istehsal olan filmlərlə bağlıdır. Bu da beynəlxalq layihələrin daha çox cəlb edilməsinə gətirib çıxarır. Müraciətlərin qəbulu hələ də açıqdır. Biz buradan üz tuturuq istehsalçılara, yerli və xarici istehsalçılara ki, müraciət etsinlər, birgə istehsalda olan müsabiqəyə mütləq qatılsınlar. Ümumiyyətlə birgə istehsalda olan filmlərin müsabiqəsi ildə 2 dəfə keçirilməsi planlaşdırılır. Bu müsabiqə bitdikdən sonra onun dəyərləndirilməsi, daha sonra pitchingi və qaliblərin elanı olduqdan sonra dərhal sonra yenidən birgə istehsal layihəsi müsabiqəsi elan olunacaq. Həmçinin dövlət dəstəyi və bizim post-production mərhələsində olan filmlərə dəstək müsabiqəsi də elan ediləcək. Səbinə xanım, ümumiyyətlə kinonun belə deyək, düzgün təbliği beynəlxalq səviyyədə nədən başlamalıdır? Burada hər şey əslində bir-birinə bağlı şəkildədir. Çünki filmlərin beynəlxalq səviyyədə təbliği mütləq şəkildə filmlərin istehsalından başlayır. Ölkədə filmlərin istehsal olunan filmlərin sayı çox olmalıdır və həmin filmlər beynəlxalq festivallara müraciət etməlidir. Bu yaxınlarda elan etmişdik. Rejissor Türkan Hüseynin Kapitan və Xəzər dənizi filmi Sarayeva Beynəlxalq Film Festivalının proqramına daxil olub. Bu çox sevindirici bir xəbərdir. Əlavə olaraq bir neçə filmlərimiz də hal-hazırda festivalların seçim mərhələsindədir və bu ən önəmli faktorlardan biridir. Mütləq şəkildə filmlər xarici festivallarda iştirak etməlidirlər və orada Azərbaycanın adı hallanmalıdır. Ona görə də daimi olaraq filmlərə dəstək müsabiqələri elan olunur və istehsal olunan filmlərin sayının artırılmasına töhfə verilir tərəfimizdən. Səbinə xanım, ümumiyyətlə mən düşünürəm ki və dinləyicilərimiz də mənə dəstək olar ki, Tanrının Zirəhi filminin Azərbaycanda çəkilişi böyük bir göstəricidir və düşünürəm ki, bu cash rebate sistemində artıq böyük bir irəliləyiş qeydə alınır ki, biz bunu artıq müşahidə edirik Hollywood ulduzlarının Azərbaycana səfərindən, digər maraqlı layihələrin müraciətindən. Siz nə düşünürsünüz bu barədə? Tamamilə düzgün qeyd etdiniz. Bu çox sevindirici haldır və birbaşa olaraq geri ödəmə mexanizminin qanunun qüvvəyə minməsi bu istiqaməti daha da aktivləşdirdi və canlandırdı. Bundan öncə də Azərbaycanda xarici istehsalçılar filmlərin çəkilişlərini həyata keçirirdilər. Xüsusən Hindistan film istehsalçıları Azərbaycanda bir neçə böyük layihələrin çəkilişlərini həyata keçirmişdilər və sırf bundan sonra Hindistan turistlərinin tərəfindən Azərbaycana çox böyük bir maraq yaranmışdı. Biz eyni nəticənin Tanrının Zirəhi 4 Jackie Chan layihəsindən də bu nəticəni gözləyirik və əminik ki, belə də olacaq. Asiya ölkələrindən, xüsusən Çindən çox böyük bir sayda qonaqların Azərbaycana təşrif buyuracağını düşünürük. Səbinə xanım, mən çox təşəkkür edirəm sizə gəldiyiniz üçün. İşlərinizdə uğurlar dilirəm. Çətindir işiniz, amma eyni zamanda da çox maraqlıdır. Doğrudur, tamamilə doğrudur. Və düşünürəm ki, artıq növbəti görüşümüzdə daha çox layihənin müzakirəsi bizi gözləyir. Mən uğurlar dilirəm sizə. Çox sağ olun, çox təşəkkür edirəm dəvətiniz üçün bir daha. Hörmətli dinləyicilər, bugün qonağımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin şöbə müdiri Səbinə xanım Baxarova idi. Minnətdaram. Sinema Radio, Sinema Radio, Sinema Radio.